Salamlar dostlar, hər vaxtınız xeyir olsun. Tez bazar danışıram yenə, çünki Ayda xanım güc bəla yatdıra bildim səhər. Uşaqları bağçaya qoyandan sonra maşında yatdı, qaldı, tez durdu, 5-10 dəqiqədən oyandı. Ondan sonra gəldik, biraz evdə işlədik, mızıllaya dururdu yarı, yuxulu olduğuna görə. O şimdi apardım, qoydum yatsın. Ay Allah, düz 1 saatdir beçimdə yelləyirəm, zorla axır şey yuxuya sala bildim. İndi Esra'nın tortunun keksini hazırlamaq istəyirəm. Çünki növbəti günlərdə əlimin altına ilişəsilər biləmişdim. Çünki keksi həmişə kimi əvvəlcədən hazırlayıb qoymaq istəyirəm. Üstəlik mağazaya getmək lazımdır. Esra'ya bağçaya aparmağa şeyləri almaq lazımdır və bunu əslində pinhana tapşıra bilərəm də başqa vaxt alsın deyə. Prosuz tortdan ötürü tvarojnayı sır yaddan çıxdı almaq. Onu almaq lazımdır. Onu almağa gedərkən deyə düşündüm ki, daha getmişkən onları da alım. Ona görə aşana gedəsiyəm, yəqin ki, Ayda dursun, görək nə təri durur, yaxşı oyansa əgər. Təbii ki, belə tez bazar hələ ki Ayda xanım oyanana qədər tortu hazırlıq deyə tortu bu keçən Aydanın 11 ay bitəndə hazırladığım tortun reseptindən eyni hazırlayasıyam. Sadəcə olaraq fərq nə olasıdır burada? Deməli, o tortun ölçüsü daha kiçik idi. Əsra'nın acından daha böyük ölçülü tort hazırlamaq istəyirəm. Çünki belə pişməsi sayımız da çoxaltdı və uşaqlar yemək istəyirlər. Əslində bir dilim, 3 dilim bəs eləmir. Ona görə biraz ürəkli hazırlamaq istəyirəm. Biraz çox hazırlayasıyam. Ona görə ərzaqların hamısının miqdarını 2 qat eləyəsiyəm. Məsələn, ötən videoda 3 yumurta tökmüşdüm. Bu videoda 6 yumurta ilə əlavə eləyəsiyəm. 2 porsiya olacaq şəkildə hazırlayasıyam. Və bir də üstünün bəzəmə kremini daha fərqli kremlə bəzəmək istəyirəm. Çünki düşünürəm ki, hazırladığım krem miqdarı qədər kremi sadəcə ötən səfər kimi saxlayasıyam. Amma üzərinə başqa bir kremlə istifadə eləyəsiyəm. Onu da çəkərək sizə göstərəsiyəm. Biraz sonra hələ ki gedək tortu hazırlamağa. Bu arada istəyirəm ki, qoy burada yaddaşda qalsın bu gülün gözəlliyi. Yəni həqiqətən bayağı sonra hər yerdə paylaşmışam. İstəyirəm ki, qoy burada da paylaşım. Yəni görün nə gözəldir. Görün nə gözəldir, həqiqətən artıq sözə ehtiyac yoxdur, rəngin gözəlliyi deyib sıram. O bizdə də qəşəkdir, amma belə iki rəngi olmasına bayıldım. Yasəmənlərim burada soğukdular demək olar. Amma sonuna qədər fotosesiya eləyə bildim özüm evdə. De inanın tək-tək gördükcə yadıma düşür. Dünən belə bir kekslər hazırladım, cupcake'lər. Ürəyim tatlı istəyirdi, nə yalan deyim, elə tatlı krizinə girmişdim. Uşaqlar sağ olsunlar. Yəni nəyisə haraysa gizlətsən ki, bunu biraz sonra yeyərəm. Yəni tapmayasan qətiyyən özləri məndən əvvəl tapıb yeyirlər. Heç nə yox idi, evdə mən dedim, nə hazırlaya bilərəm, tez bazar belə şokoladlı, kakaolu bir şey istəyirdim deyə belə bir muffin hazırladım. Düz 5 dəqiqəyə hazırlamışım həqiqətən. Düzdür, sizə video olaraq çəkəndə daha belə səliqəli görsənsin deyə qabları falan biraz çox bulaşdırıram. Amma özüm hazırlayanda sadəcə bir dənə qab bulaşdırdım. Təsəvvürünüzə gətirin və 5 dəqiqəyə hazır elədim. 25 dəqiqədə bişmə müddəti oldu. İndi baxım, əgər alınsa Esra'nın gününü hazırlamaq istəyirəm. Bunlardan da hazırlayıb qoyuram, üstünü bəzəyib. Hazırlayası olsam bunu da reseptini bölüşəsiyəm. Əgər ad günündə hazırlamasam növbəti günlərdə mütləq hazırlayıb reseptini sizlə bölüşəsiyəm. Çünki dediyim kimi 5 dəqiqəyə hazırlayıb və dadı möhtəşəm ötəsi dadlıdır. Və mən belə kakaolu, şokoladlı şeyləri xoşladığıma görə düşünürəm ki, əgər mənim kimi belə xoşlayanlar varsa 5 dəqiqəyə hazırlayıb nuş eləyə bilərlər. Belə, hələ ki qaçdım keksimi hazırlamağa. Burada yumurtaları, südümü falan əvvəlcədən çıxardıb qoymuşam ki, biraz otaq temperaturunda olsunlar. Çünki istəsəniz xaldinlikdən çıxardıb fırını işlətmək istəmirəm. Belə, o şimdi yumurtalarımız və südümüz otaq temperaturuna düşdüyünə görə getdik. Bu etapa bayılıram, yəni həqiqətən ayrı bir bayılıram. Yəni vazdushnovadan baxasınız, biskvitin, xəmirin. Qozdakı mükəmməl dad qatır həqiqətən. Bu arada 5 dəqiqəyə hazırladım bunları. Tez bazar supersonik modumu qoşuram belə anlarda. Yəni nə təri ayrı vaxt eləsəm, yəni 2 saatda qurtarmaram. Amma 5 dəqiqəyə uca xəmir hazır oldu. Pişirək neysə, az danışım, biraz aynı aydı burası. Biskviti qoydum bişməyə və çayımı tökdüm. Belə oturdum gözəl güllərimin, günəşimin qarşısında. Düzdür, günəş yalançı günəşdir, çöl marozdur, yəni çölə çıxmayın Moskvada olanlar. Belə bu ötən səfərki babuçkaları götürüb kəsmək lazımdır. Kəsib yerlərlə yerləşdirəsiyəm ki, uşaqlar yeməsinlər. Gizlədəsiyəm ötə deyərlər, ürəliyəm, tapmazlar, tapıb fisələr, üstə tortumuzda zəhliz olası, üstünə güllərdən qoyasıyım, olası torta işlə.
Общем, bunu ötən İslamlar günündə almışdım. Sonra da çıxartmışam hər ehtimala qarşı. Bu da çipələkdir deyə bəlkə qoydum tortun üstünə, bilmirəm hələ ki. Ona qərar verə bilməmişəm, nə eləyəcəyəm deyə. Bunu kəsmək lazımdır. İndi bunları tək-tək kəsim gərək. Prosto balaca uzunluqlu qayçım ayda yatan otaqda qaldı. Təbii ki, ora riskliyib girməyəsiyəm. Ona görə də mətbəx qayçısıyla kəsiylə kəsməyə çalışasıyam, bilmirəm. Bu burnuzlarında tər olasıdır. Hər nəysə qoy başlayayım kəsməyə. Bir də deyə bilərsiniz ki, hə bunun yarısı hardadır danışırsan elə. O bir dənəsini ötən səfər prov üçün kəsmişdim. Əsra götürdü, yedi heç nə. O gün gördü, yəni yerə hardadığına görə möhkəm bir yerdə gizlətməliyim ki, görməsinlər. O gün Əsra da soruşurdu ki, mama Əsra deyir ki, kəpərək yemişim, hardadır, badır. Dedim, ay ola ondan deyil, başqa şey yedi, nəsə yola verdim, getdi. İndi bu şimdi gizlətməli yox, təhlükədədir. Dostlar, mən bu buynuz hissələri saxlamamaq qərarı verdim də, amma tər görünürsünüz ki. Amma saxlayamıram çünki. Dediyim kimi qayçı çox qalındır və bilmirəm, göstərə biləsiyə baxın, qırılır, yəni çox şeydir, şövrəkdir. Baxın, burası çıqqılıyıb qırıldı, yəni əl vurmaq mümkünsüzdür. Bax, arxasından bilinir, rahat bir şəkildə görürsünüz, qırılır yəni. Belə eləyif, yox, yemiş olmasın, olmasın ki, buynuzsuz olsun. Heç bilinməyəsidir zaten buynuzu. Kəpənəkləri 3 formada kəsdim. Buynuzsuz, quyruqsuz, buynuzlu quyruqsuz, buynuzsuz quyruq. Ən rahatı bu oldu valla. Amma heç bir fərqi yoxdur da, yəni nə fərqi var ki, o oldu bu. Lütfen təsdiqləyin, mən təsdiq istəyirəm çünki hal-hazırda. Çünki bunlarla oynamaq istəmirəm. Bayağı bir vaxt tapır, yəni 2 saniyə bunu kəsdim, qutardım, ama 2 dəqiqə oynayırsa bunların üstlərində. Mən o qədər vaxtım yoxdur valla. Bir də dadı yoxdur yəni. Prosta cığırlayır o kağız kəsəndə. Cığırlayan kimi sonra ağızda ayrıyacaq, dadsızdır yəni heç bir marağı var əslində, biraz prekormudur belə. Kağız yiysən kimi olsan, amma yeyilə bilən deyə maraqlıdır. Uşaqlar maraqlı gələsiniz odur. Kəpənəkləri yiyəsizlər, heç nə. Onlar almaq arasında sınamaq olar belə şeylər. Bir şey deyim sizə. Mən biraz sonra dərd çəkirəm. İndi videolara baxıram, yəni heç birində nə başını saxlamırlar, nə quyruğu, babuçka. Takışdır, mən də kəsdim, getdəmsə. Ayda durdu, qaçdıq. Aydiçka xanımla bəzəndik, düzəndik, yuyunduq, keçindik, rahat. Və gedirik bazara, dediyim kimi aşağına alışveriş eləməyə. Bayaq sonra dərs bürüydü ki, korzinanı tapacım, aydan kalaskasını tapacım. Amma yəqin ki, korzinanı götürməyəm, kalaska altına doldurmaq işim var hər şeyi. Nə qədər sığsa o qədər alasıyam. Görüm indi uşaqlara hədiyyə yerləşdirə bilsəm. Bəlkə almadım yarısını, olmuşum. Bilməm, əsas bizdən ötürü nədir? Sliviçni pendir. Onu alaq. Başqa heç nə, yəni almasaq da olmaz. Bir dənə ondan ötürü geyirik olmuşum. Sən düşmüsən Aydiçka. Sığışmırıq işimizə inandı. Getdik alışverişə. Yəqin ki, alışverişdə ötən səfəri fikrimdə ki, belə alışveriş falan gəlirsə şöyle elə maraqlı olsun. Bizə də göstər nə alsan, nə var, nə yox oralarda maraqlı, fərqli. Nə bilim, istər paltar alışverişində, istər ərzaq mağazalarında fərqli bir şeylər görsən. Deyəməm, mağazaya girəndə elə vəziyyətdə girib çıxıram. Video çəkmək yadıma düşmür. İndi yenə heylə deyib, yox, nə qədər bilirik Aydiçka xanımı, yox, çəkə bilirik. İnanmıram əslində. Dediyim kimi, bir əlimdə kalyaska gözüm alası şeylərdə, ona görə çox da video həşrində olmuram hələ ki. Biraz xanımca böyüsün, gəzməyə başlasın eləsin. Ondan sonra o videoları göstəririk, ümid edirəm. Oy! Biz alışverişimizi elədik. Uca halımdan da bəllidir. Yəqin ki, saçımın başımın ucunda. Bu qız var, İmkan vermədim ha. Kassada bir də şüvən qopartdı, Qaçdıq şu sürətlə, indi giririk evə. Çünki yatmaq istəmirəm, bayaq kimi maşında yatsın. Güneş var, amma dediyim kimi yalancı güneşdir. Papağı düzəlt. Getdik.
Eve. İşlərimizin dayıcıbatını nəfəs alaq. Sıfat udum. Deməli, tortun üzərini bəzəməkdən ötürü digər kremdən istifadə eləyəsiyəm. Krem pendiri götürmüşəm, şəkər pudrası əlavə eləmişəm, birazcık qarışdırıram. Üzərinə qaymaq əlavə elədim və yaxşıca çırpdım və kremim hazırdır. Tortdan ötürü 2 krem hazırlamışdım. Biliyoruz şimdi biri içerisine suşonkalı. Bu ötən videomda resepti var idi ya. Bu videoda artıq resepti paylaşmadım. Sadəcə bu kremin reseptini paylaşmaq istedim. Çünki uzun bir müddətdə paylaşmıram. Ola bilsin ki, axtaranlar olar, tapa bilməzlər. Ona görə burada sadəcə bu kremin reseptini paylaşmışam. Bu kremi eləməyimdə səbəb odur ki, üstünü bəzəyəsiyəm. Çünki dediyim kimi tortun biskvitini 2 porsiya elədiyimə görə, amma kremi 1 porsiya eləmişdim. Çünki ötən səfərdən kremim qalmışdı. Və üstünü başqa kremlə bəzəyəcəyimə görə, rəngi daha açıq olsun deyə. Ona görə dediyim kimi kremi 1 porsiyalıq götürdüm və üzərindən ötürü bu fərqli kremi hazırlamaq qərarına gəldim. İstər cəhrayı rəngi çox xoşlayır. Ona görə cəhrayı rəng qatdım belə və tortu hazırlamışam. Həqiqətən tortu çox qaşa-qaşa hazırladım deyə çəkə bilmədim qətiyyən. İndi bəzəyəsiyəm cəhrayı rənglə nasıl qəşəng. Ayda yatır. Ona görə yenə videonu söndürüb tez bazar hazırlayasıyım maalesef. Amma ötən səfərki qaydada yığmışam, yəni biskvit, biraz nəmləndirmişəm südlə, daha sonra skuşonkalı kremdən əlavə eləmişəm, içərisinə moraq püresindən içli əlavə eləmişəm, belə bu şəkildə yığmışam tortu. İndi bəzəyək. Bu çipənəkləri indi göstərəcəyim, nətə eləmək lazımdır. Mən onları ötən gün kəsdim. Bəziləri istəyirəm ki, belə tam açıq formada qalmasınlar, biraz belə qanatları içəri doğru çevirsin. Ona görə də nə almaq lazım imiş. Belə acı biraz su götürürük. Orta hissəsinə vuraq. Çox az olacaq şəkildə. Sonra ehmalca belə şuraya doğru qatlayırıq və qabın nəyinsə bir şeyin içərisinə qoyuruq ki, bu şəkildə dayansın. Baxın, əlimdə belə hazır oldu. Artıq demək olar ki, əlimdə saxladım, qoymağa yer tapmadım deyə. Tez bazar quruyurlar. Bir qanadın üstünə də qoymaq olar deyə düşündüm. İndi o birisləri də hazırlayayım mən. Mən tortu bugün hazırladım da canına çəksin deyə. Esrarla günü sabahdır. Amma düşünürəm ki, bəzəməyi saxlayayım. Çünki mənə elə gəlir ki, bunlar düşüb yapışasılar tortun üstünə. Elə bir hissim var sanki. Ona görə bəzəmirəm buradan sonra, amma saxlayasıyam. Sabah səhər bəzəyəsiyəm, ən yaxşısı odur. Risk eləməyək, yəni bu qədər bura kimi gəlmişik, burada risk almağın mənası yox deyə düşünürəm. Çünki həqiqətən çox kövrəkdilər və birazcıq nəm olan kimi yapışırlar, əyilirlər belə deyək. Və düşünürəm ki, kremə yapışasılar 100%. İndi bu şəkildə saxlayaq görək, sabaha nə göstərir. Saxlayıram, davam eləmirəm. Səhər saat 7'de durmuşuq, şar şişirdirik. Ay günü çocuğu ilə bir yerdə. Kısa tutam. Ersəyiz nömrə izləyə. Спасибо. Geçikdə çömək eləyir. Ayda da burada çömək eləyir. Şallarımızı şişiririk, bəziyyəsi yox. Səhər 7'dən. Buranı belə bu şəkildə bəzədim. İndi gəlirəm tortumu davamı eləməyə. Tortumuz da hazırdır, bu şəkildə bəzədim. Çox qəşəng oldu həqiqətən. Burada üstündəkilər yapışmamışdı. Эсечка, сколько тебе лет? 4 годика исполнилось. Мама тебя поздравляет. 4 годика. Айдочка, там сына, ты позвонки. Айдочка, тебя поздравит. Поцелуй, Айдочка, по тебе. Ладно, ты поцелуй. Что такое? Тут будем сейчас кусать. Смотри. Айда, юхолоду, юхолоду, Айда. Молодец, ты уже. Айда, девочка. Да, сегодня день рождения отмечаем. Эсина день рождения. Мама, это Ашкова, это меня. Хорошо. Я просто красавчик. Ты вообще красавчик. Она принцесса красивая. И ты принцесса. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Днем рождения, Весна, давай. Давай, вместе. раз,
2, 3. 3. Ура! Поздравляем, Исра! Принцесса. Папа любит. А подарочки теперь? Сейчас, подарочек. Эсра набор доктора хотела, да, Эсра? А я хотела черночку. Вот тебе набор доктора. Как красиво. Вот, я помню, у тебя такой был. Вот. Черночка. Эсечка, тянучка. Черночка. А еще что? Еще крутые машины. А мне? Это тебе. Это мальчишка же. Это девчачья, это мальческая. Мальческая. Чувствую магазин, да? А? Чувствую магазин. Это рисовать? Да. Наски. Тебе понравились твои подарки? А вчера незаметно на машину değiştirdi. Allah. Я хотела вот эту машину. А это твой тетрадь. Я вот это больше нравится. Здесь? Молодец. Вот, молодец. И теперь вот такой кусочек, да? Вот молодец. Все, дай папа. Теперь поможет тебе? Эсра, Эсра, кто тебе такой вкусный торт красивый приготовила? Мама, Ты спасибо маме сказала? Я Я сейчас у него возьму, это твоя машинка. Я хочу же такой же. Ты хочешь на твой день рождения купим твою тебе такую? Не, я хочу такой. Сам. Ну, это девчачья дома. Да. Это самая крутая машина. Эсточка, на. А мне не хочется. На, кушай. А мне не хочется. Хочу играть я. Кушай, Эстра. Эсечка. Попробуй как. Вкусно? Вкусно. Аски, давай ты тоже. Платье aldım sen Esra. Yetiyorsan güzelliğe yani. Ne yapayım? Ben plak istedim. Ben almışam Hülya, hemen yiyeceğim. Sen ye. Sağ ol anne. Sağ olun, Ben sağ olun. açırım da görüşürüz. Sağ olun. Dayanma. Dayanma.